Bugün sizə iki xəbərim var. Bir yenilik. Mikrofonda ikinci məsələ məhkəməyə çağırışdı. Bu heç də xoş deyil, amma bu Amerika reallığıdır. Düz 19 səhifə yazıblar. Burada nədən bəhs eləyir? İndi sizə izah eləyim. Deməli, mən 2024-cü ildə indi idarə elədiyim maşının 2023-cü il modelini idarə eləyirdim. Onda bir şirkətdə işləyirdim. Menecer kimi çalışırdım və işdən sonra da özüm üçün çıxıb taksilik eləyirdim, əlavə qazanc üçün. Belə oldu ki, bir dəfə avariya elədim, yolda qəza oldu. Bu qəzada mən günahkar çıxdım. Qəzada günahkar çıxmağımın səbəbi müştəri götürmüşdüm. Müştərilər ikisi də nəysə fiziki məhdudiyyətləri var idi, bilmədim nə idi, amma danışıqlarından, rəftarlarından hiss edirdim, hərəkətlərindən hiss edirdim ki, nəysə fiziki məhdudiyyətləri var. İki stopum var idi. Yəni yol üstü onlar bir yerə dəyəcəkdilər. Ondan sonra onları final destination-a hara aparmalıyamsa ora aparacaqdım. Mən bunları birinci stopda saxladım. Fast food restoranından yemək götürdülər. Oturdular maşına, kəmərlərini taxdılar. Bu arada məndə maşında arxada kəmər taxılmayanda, adam oturanda da siqnal verir. Ona görə avtomatik həm Amerikalılar öyrəşiblər kəmər taxmağa, həm də avtomatik siqnal verdiyinə görə başa düşürlər, taxırlar. Ağdərli Amerikalılar idi, belə deyim. Niyə bunu da qeyd edirəm? Çünki başqa videolarda, məsəl üçün, qaradərli Amerikan qardaşlarımız haqda deyəndə bəzi insanların acığına gəlir ki, sən qaradərlilərin pisinə danışsan. Mən sadəcə olanları danışıram, mən heç nəyi qoşmuram. Əl-qəraz məsələ belə oldu. Restoranın qabağından tərpəndim, gəldim stop nişanında dayandım. Stop nişanında Horizon Bulvar var orada. 3 tərəfə bir yoldur, 3 tərəfə o biri yoldur. Yəni orada dayanmayıb hərəkət edən adamın mütləq başı olmamalıdır. Yəni ağlın olmuyor ki, sən stopda dayanmayıb hərəkət eləyəsən, belədir. Və orada stopda dayandım. Sol tərəf, onsuz da hərəkət sol tərəfdən sağa idi. Baxdım, gördüm sol tərəfdən Prius gəlir, qırmızı rəngdə. Prius, 30 koza Prius. Prius mən çıxdığım yerə dönəcəyindən nişan yandırmışdı, pavorotnik deyimdə. Sağ tərəfə pavorotnik yandırmışdı ki, mən çıxdığım yerə dönsün və sürəti də azaldırdı. Mən bundan bildim ki, o mən çıxdığım yerə dönür. Mən belə sola baxdım ki, bunu dərk eləyəndən sonra ki, bu mən çıxdığım yerə dönür, çünki sürətini də azaldırdı. Bunu dərk eləyəndən sonra sağa baxdım ki, maşın yoxdur, bəzən o da ola bilər də, o da möcüzəvi şəkildə ola bilər ki, sağdan protivdə, amma sağdan da gələ bilərlər. Sola baxdım, sonra sağa baxdım, hərəkətə başladım. Yerimdən başladım. Yerimdən 1 metr yarım stopdan çıxmışdım. Ya da 2 metr, belə olar da, çox olmaz. Ani toqquşma oldu. Sən demə, sol tərəfdən gələn qırmızı Prius fikrin dəyişib, düzünə hərəkət eləyib və mən də onu vurdum. Sola baxdım, sağa baxdım, çıxdım. Priusdan sonra maşın yox idi. Və çıxan kimi Priusu böyründən vurdum. Yəni toqquşma elə olmadı. Ya toqquşma yerindən tərpənən maşın necə olar? Bu formada toqquşma oldu. Çox balaca bir toqquşma oldu da. Həmin bu toqquşmada Priusun sağ qabaq tərəfi biraz zədə aldı. Mənim maşınım da Prius tutub sürütlədi deyə maşının qabağını. Təbii olaraq maşının buferi çıxdı yerindən, setkası, farası zadı və kırılancadı biraz əydi də, belə bir şey elədi. Amma buna baxmayaraq sığorta maşını total loss kimi qiymətləndirdi. Yəni ki, maşın təmirə yararsızdır. Bu total loss hansı halda olur burada? O halda olur ki, sənin maşınının bugünkü dəyəri, məsələn, maşın 2023 modeli idi, hadisə oldu 2024-də. Həmin vaxtda maşın üstündə 28.000 probeg var idi maillə. Yəni təzə maşındır, təptəzə maşındır. Buna baxmayaraq sığorta bunu total loss qiymətləndirdi. Nəzərə alsaq ki, airbaglər də açılmamışdı heç biri. Mən nə qədər dedim, bu total lossluqdur da, burada nə var xərc? Burada məsələ odur ki, ustalar çox böyük qiymət çıxardılar, təmir qiymət çıxardılar. Ona görə dedilər total lossdur. Yəni maşının bazar dəyəri həminki gündə tutaq ki, 25.000-dirsə, təmir xərci onun artığıdırsa, məsəl üçün 13-14 min yarısının artığıdırsa, bunlar total loss edirlər. Bəzi yerlərdə 75%-dir, bəzi yerlərdə yarısından biraz çoxdursa, maşın total loss sayılır. Yəni təmir eləmək sərf eləmir. Total loss edirlər, silirlər maşını. Mənim maşınıma da qərar verdilər ki, maşın yəni xərci bugünkü qiymətindən yarısından çoxdur deyə
Total loss olsun. Mən də dedim, day mən nə deyim, özünüz bilərsiniz də. Maşın total loss oldu. Mənim maşında 2 müştərim var idi. Arkada kəməri taxılı halda oturmuşdular və bunlar ani toqquşma anından şok oldular. Yəni toqquşmada niyə şok oldular? Maşının avto breyki var, avto əyləci var. Yəni toqquşma anında maşın avtomatik tormozlama edir, sürətli tormozlama edir. Elə tormozlama edir ki, sən diskinirsən, sən qorxursan. Toqquşma anında həm maşının avto əyləci, avto tormozu ilə toqquşma üst-üstə gəldi. Maşın istər-istəməz sirkələndi. Elə bil ani tormoza basanda necə tak səs eləməz, bu naklatka apornu diskə, dayaq diskinə möhkəm dəyəndə ki, o səs eləyir, sən ani tormoz eləyəndə. Həmin effektdən içəridə bir effekt yaranır insanda ki, qorxur da, yəni nə oldu görəsən belə bir şey. Sərnişinlər belə qorxdular. Birinin əlində yeməklər idi, birinin də əlində fast fooddan götürdükləri litr, 2 litrli kolalar idi. Kola, Fanta belə falan. Maşının içərisi hamısı şirə olmuşdu onda. Yadındadır. Əllərində də bunlar vardı və bunlar da dağıldı hamısı maşının içində və bunlar da ani şok oldular da, qışqırdılar, şok oldular beləsinə. Başqa addımlar nədən ibarətdir? Bu gün 2026-cı ildir. Hadisə olub noyabrın 12-si 2024-cü ildə. Bu arada deyim ki, toqquşduğum adam gürcüdür. Sürən qız gürcü qız idi. 2002-ci il təvəllüddür. O dərhal qorxduğuna görə atasına zəng vurmuşdu. Atası gəlmişdi ora. Qarşı tərəf ki, onu ittiham eləyir və məni də ittiham eləyir. Məni ittiham eləyir ki, mən həcməsini bilmirəm, nikompetentli sürücüyəm, yəni yaxşı sürməmişəm. Niyə tərcüməsini bilmirəm, onu deyim. Çünki bazamda rus dilində sözlər bəzən daha çoxdur bəzi hadisələrdə. Bəzi hadisələrdə Azərbaycan dilində sözlər çoxdur, bəzi hadisələrdə ingilis dilində sözlər çoxdur deyə ona görə belə sözləri qatışdırıram arada. Bunu yola verin getsin. Bu hadisə, mən bunu unutmuşam, maşın total loss olub, yəni maşın silinib artıq. Hər şey bitib, indi məhkəmə məni çağırır, məni ittiham edirlər, $50.000 məndən cərimə tələb edirlər. Yeməyi də yaddan çıxartmadıq. Thank you. Zavtırıqsız alınmır ki. Məhkəmə indi məndən $50.000 pul tələb edir. 50.000 plus. Yəni orada yazılıb ki, 50.000 və plus. Bu yəni istənilən məbləğ ola bilər. Gedişatdan, hakimin verdiyi qərardan asılıdır. Üstündən 2 il keçib. Bunlar məni məhkəməyə çağırırlar. Mən artıq bu məsələ bitib, maşın gedib, satılıb, maşını alan hansısa ölkədə yaşayır, artıq maşını idarə edir. Amma mən məhkəməlik olmuşam. Belə hallar olur Amerikada. Burada məsələ nədir? Mən həmin vaxtda liftdə işləyirdim. Liftlə Uberin, burada taksinin fərqi bundadır. Başqa ölkələrdən fərqi bundadır. Sən liftdə və yaxud Uberdə taksi işlədiyin halda onlar səni sığortalayır. Sən orada sığortalısan. Yəni ki, mən taksidə olduğum halda mən qəza eləsəm, kimsə mənə xəsarət yetirsə, maşınım oğransa fərqi yoxdur. Bunların hamısının liftin sığortası var. O sığortasının rəqəmini bilmirəm, amma liftin, məsəl üçün, maşınımda kimsə zədə alsa, $1 milyon qədər sığortası var. Həmin şey Uberdə də var. Bu taksinin bu fərqi var burada Amerikada. Yəni mən öz sığortama deməmişdim. Çünki mən liftdə işləyirdim deyə mən bunu taksiyə demişdim və yəni liftə bildirmişdim. Lift özü maşınımı ödədi. Hər şey elə sakitcənə hər şey həll elədi. Düzdür. Yaxşı akkauntum var. 5 ulduzam və anca pozitiv rəylərim var. Orada görsənir də məsələn yaxşı rəftar edən sürücü, güləri sürücü, maşını həmişə təmiz, anca belə rəylərim var da liftdə. 5 ulduzam, bilmirəm buna görədir, yoxsa yox, amma bu faktlarda var. İndi nə olacaq? Bunun axırı nə olacaq? Onu bilmirəm və mən bunu liftə göndərdim, bu sənədləri dünən aldım və mən sənədi alandan sonra 20 gün sənin vaxtın var ki, sən bunun barəsində hərəkət eləyəsən. Vəkil tutasan, cavabdeh şirkətə bildirəsən və s. öz işlərini görəsən ki, belə deyim də, özünü sudan çıxartmaq üçün 20 gün vaxtın var. Əgər 20 gün ərzində məhkəməyə bildiriş eləməsən, sən hazır günahkarsan. Yəni sən boynuva alırsan və məhkəmənin verdiyi istənilən qərarına razılaşmış kimi bir şeysən.
Odur ki, indi liftə bildirmişəm, liftdən cavab gözləyirəm. Liftin xüsusi təyinatlıları bu işə başlayıblar. Onlar mənə vəkil ayırmalıdır, həmin vəkil məni qorumalıdır, mənim hüquqlarımı qorumalıdır. Bu videonu siz yəqin ki, çox gec görəcəksiniz, amma bunu tam formatda sizə çatdıracağım ki, məhkəmə necə bitdi. Deməli, yoldaşlar, sizə dediyim kimi ziyan çəkən müştəri məni məhkəməyə vermişdi və bugün məhkəmə günüdür. Artıq 10 dəqiqə sonra məhkəmədə, səhər saat 9-dadır. Məhkəməyə onlayn qoşulmalıyam. Çətinliyim odur ki, lift şirkəti mənə cavab verdi və mənə adjuster nömrəsi verdi. Adjuster kimdir? Bu işə baxan adamdır. Yəni, mənim qəza elədiyim dosyaya baxan adama adjuster deyirlər. O gəlib maşını qiymətləndirir, deyir maşın total lossdur, təmirə yararlıdır, yararsızdır, ödəniş nə qədər olsun. Bütün bu şeyləri mənim işimə aparan adjusterdir. Adjuster məndən əlaqə saxlamaydı. Liftin mənə yazdığı məktublarda claim nömrə, yəni iş nömrəm və yəni mənim delamın nömrəsi və adjusterın nömrəsini vermişlər ki, əlaqə saxlayım. Əlavə olaraq onların verdiyi nömrə ilə də əlaqə saxladım. Onlar da sırf hansı agentdir, onun ayrıca nömrəsini verdilər. Ona da bir neçə dəfə zəng elədim. Götürmədi. Səsli mesaj qoydum ki, bəs filan vaxt məhkəməmdir, sən mənə cavab verməlisən, məhkəmədə iştirak eləməliyəm. Bəs burada məhkəmədə iştirak eləməsəm, günahkar tərəf kimi çıxacağam, amma eləməliyəm də. Gördüyünüz kimi bu da Amerika reallığıdır. Çox narahat deyirəm. Niyə çox narahat deyirəm? Çünki nə olacaqsa olacaq. Yəni olacaq nədir? 50.000 və plus cərimə mənə yükləyə bilərlər ki, moralni uşaq, belə deyim də. Yəni mənəvi ziyan vermişəm və yaxud fiziki ziyan vermişəm. Halbuki heç biri olmayıb bunlar. Buna görə məndən bu məbləğ tələb olunur. Məhkəmədə məni günahkar çıxartsalar 50.000 və plus. Ola bilər 50.000, 75.000, 65.000, 51.000 və s. cürbəcür rəqəmlər ola bilər. Ona görə biraz narahatçılığım ona görədir. Amma çox da narahat deyirəm. Niyə narahat deyirəm çox da? Ona görə narahat deyirəm ki, onsuz da olacaqların qarşısını hər hansısa bir vasitə ilə almaq kimi bir şansım yoxdur. Bir gücüm yoxdur ki, olacaqların qarşısını necəsə ala bilim. Narahat olmaqda da nəticə eynidir. Narahat olmayanda da nəticə eynidir. Ona görə seçirəm çox narahat olmayım. Çünki narahat olub özümü stresə salıb özümü pis hiss eləməkdənsə narahat olmayım. Onsuz da olan olacaq da. Mənim əlimdən bir şey gəlmir burada. Ona görə gözləyirəm indi 1-5 dəqiqədən sonra məhkəməyə qoşulacağam. Zoom vasitəsilə link göndəriblər. Həmin Zoomdan ola bilər birinci məhkəmədə, ola bilər tanışlıq olsun, bilmirəm. Ola bilər görsünlər məni, sənədləri, mənə bir-iki sual versinlər, o da ola bilər, bilmirəm nə cür olacaq. Amma lift mənə vəkil verməli idi. Qanunən liftin supportuna da sonra yazdım, yəni dəstək xidmətinə də yazdım ki, bəs belədir, məhkəməmdir, niyə bir vəkil verilmədi, şey olmadı. Onlar deyirlər ki, xüsusi timə yaz, xüsusi dəstəyə yaz, yəni onlar bundan məşğuldur. Onlara mail vasitəsilə yazmışam, heç bir cavab verməyiblər. Ona görə görək nə olacaq, bilmirəm. Allah kərimdir. Həm narahatam, həm narahat deyirəm. Çox istəyirəm ki, narahat olmayım bu tip şeylərə görə. Çünki həyatdır, hər bir şey adamın başına gələ bilər. Ona görə görək nə olacaq. İndi məhkəmədən sonra yenə ardın sizə yazaram. Məhkəməyə qoşuldum. Məhkəmə 20 dəqiqə çəkdi. Nə baş verdi məhkəmədə sizə deyim. Deməli, məndən soruşdular ki, bu sənədlər toplusu ki var, almısan, məlumatçısan? Dedim, bəli, məlumatlıyam. İlk öncə onu deyim ki, hakim mənə çox təşəkkür elədi. Niyə təşəkkür elədi? Məhkəmədə qəzada iştirak olan, yəni mənim maşınımda olan 2 nəfər ki var, onlar iştirak eləməli idi. Öz vəkilləri ilə, sonra mənim toqquşduğum avtomobil var. Orada avtomobilin yiyəsi ayrıdır, avtomobilin sürücüsü ayrıdır. Həm yiyəsi, həm sürücüsü iştirak eləməli idi orada və onların vəkili iştirak eləməli idi. Amma təsəvvür eləyin ki, məhkəmədə iştirak edirdim mən, hakimin köməkçisi, bir də qəzada olan insanların vəkili.
Hakim mənə çox sağ ol dedi, bir neçə dəfə çox sağ ol dedi. Dedi ki, çox sağ ol ki, qoşulmusan, özünü göstərirsən. Çünki o qoşulanlardan özünü göstərən bir mən idim, bir hakim köməkçisi idi, bir də hakim idi. Üçüncü vəkil də özünü göstərmirdi. Üzrxahlıq elədi ki, bəs özümü göstərmirəm, bəs bağışlayın, nəyəsə görə dedi, onu anlamadım. Hakimə dedim ki, bəs cənab hakim, yo honor deyirsən. Dedim, cənab hakim, mən ingilis dilim zəifdir. Mənim ingilis dilim yaxşıdır əslində. Amma bu taksi səviyyəsi ingilis dilidir. Yəni Uber səviyyəsində olan ingilis dilidir. Bunun yaxşılığı bura qədərdir. Bundan yuxarı deyil. Məsəl üçün sənə attorney deyəndə qalırsan, düt siqnal gedir, tuta bilmirsən. Nə deməkdir o? Başa düşürsən, yəni taksidə attorney heç kim sənə demir də. Onların taksi səviyyəsi ingilis dilidir və insanlarla ünsiyyət qurmaq üçün əladır. Biraz dərinə getdim, şey olursan, o qədim modemlər kimi siqnal verirsən artıq. Ona görə hakimə özüm öncədən dedim ki, bəs cənab hakim, məndə ingilis dili səviyyəm o qədər güclü deyil dedim. Amma öz situasiyamı sizə izah eləməyə çalışacağım. Mənə dedi ki, yox, sənin indi izah eləməyə ehtiyacın yoxdur. Bu məhkəmə sadəcə reschedule eləmək üçündür. Yəni növbəti günə tarix təyin eləmək və hazırlaşmağa imkan yaratmaq üçündür. Amma yenə də çox sağ ol ki, özünü göstərdin. Çünki müqayisə edir, görür 4 tərəf var, 4 tərəfdən biri özünü göstərir. Təbii ki, bu sənə çox sağ ol deyir buna görə. Amerika məhkəmə sisteminin belə bir reallığı var. Sən hakimlə danışanda özünü insan kimi, fərd kimi, bir yaşayan canlı kimi hiss edirsən. Yoxsa məhkəmələrdə qorxa-qorxa, onsuz da nə olsa da yuxarıdan komanda gəlib söhbəti yoxdur. Yəni məhkəmə sistemi, mən həmişə demişəm ki, ölkədə hər bir şey düzəltmək istəyirsənsə, məhkəmə sistemini düzəltməlisən. Məhkəmə sistemi düzələndən sonra hər bir şey saat kimi işləyəcək. Hakim danışandan sonra dedi ki, bəs 90 gün kifayətdirmi, nə bilim, 90 gün dedi, sonra noyabrın neçəsi dedi, dekabrın neçəsi dedi. Sonda məhkəmə yekunlaşmalıdır 2027-ci ildə. Bu vaxta qədər nəsə iclaslar olacaq, bunları dedi hamısını. Tam başa düşmədim, üstündə də qalmadım çox. Çünki hakim özü bildirdi ki, bəs evə bunlar sənə toplu halda gələcək. Dedim, mən çox sağ olun. Avariyanın videosunu silmişim. Heç ağlıma gəlməzdi ki, il yarımdan çox keçən bir müddət sonra bu məsələ belə şişər və ortaya gələr. Ona görə bunu silmişəm. Avariyanın videosunu məni tanıyan adamların çoxu görüb, göndərmişəm onlara. Sadəcə telefondan və iCloud-dan silmişəm deyə yoxdur bu video ki, paylaşım. Çünki qəza anından sonra da mən hadisə yerində çəkmişdim, fövqəladə hallar gəlmişdi. Təcili yardım, avtomobil hardaydı, vurduğum avtomobil kimidir, sürücüsü kimidir. Hamısını çəkib bir məlumat kimi özüm üçün saxlamışdım. Hakim məndən soruşdu ki, sən avariyadan sonra nə hərəkət elədin? Dedim, avariyadan sonra dərhal dedim 911-ə zəng elədim. Polis ofisərini dəvət elədim hadisə yerinə və ambulans dəvət elədim hadisə yerinə dedim. Dedi, çox yaxşı, bununla kifayətləndi. Yəqin ki, bilmək istedi ki, mən bu onsuz da first aid, deyəm, sən ilkin yardımdır, bunu sən eləməlisən. Bunu eləməyən insanlar hadisədə günahkar olan və yaxud hadisədən yayınmaq istəyən, qaçınmaq istəyən insanlardır ki, bunu eləmirlər. Amma sən Amerikada qanuni yaşamaq istəyirsənsə, Amerikada qanuni vətəndaşa çevrilmək istəyirsənsə, mütləqdir ki, qanunlarla yaşamalısan və qanunları bir kənara qoyduq. Bir insani hisslər var, insani düşüncə var ki, sən qəza törətmisən. Nə olsun ki, qəza anında mənim sürətim 10-15 kilometr olardı. Çünki stop xəttindən 1 metr yarım tərpəndiyim halda qəza törətmişəm və sərnişinlərim də kəmərli idi. Sadəcə sərnişinlərim fiziki məhdudiyyətli insanlar idi. Onları mən fiziki məhdudiyyətlilərin bərpa mərkəzindən götürmüşdüm və ona görə onlar çox qorxmuşlar, şok olmuşdular və buna görə də mən hadisə yerinə ambulans çağırdım. İndi görək bunun ardı necə olacaq. Çox güman ki, bu uzun çəkəcək. İndi növbəti mərhələdə vəkil mənlə əlaqə saxlayacaq. Liftin vəkili mənlə əlaqə saxlayacaq. Çünki məhkəmə hakim durumu anladı, başa düşdü və dedi ki, onlara yazılacaq, onlara yazacaqlar və onlar geri dönüş edəcəklər. Mənim mail adresimi soruşdular. Onu dedim və dərhal oradan mənə mail gəldi məhkəmədən. Hakim yenə sağollaşanda çox sağ ol dedi. Adam mənə 4-5 dəfə çox sağ ol dedi ki, çox sağ ol ki, özünü göstərmisən.
Bu nə ədalət sistemidir, bu nə gözəllikdir, bunu hakimə demək istəyirsən ki, səni sevirəm. Yəni bunu sən hakimə demək istəyirsən. Yəni niyə hakimlər belə olmasın? Niyə insan hüquqları belə olmasın? İnsanları belə müdafiə eləməsinlər. Axı mən demirəm, human rights var dünyada. Mən bunu demirəm. Mən sadəcə deyirəm ki, insanın insan olduğunu duyursan, yəni burada Amerikada sən küllü pul qazana bilərsən, çoxlu pul qazana bilərsən, super həyatın ola bilər. Amma insani münasibət sən görəndə qurumdan bu səni kövrəldir. Məni şəxsən kövrəltdi o hadisə. Hakimin mənə bir neçə dəfə çox sağ ol deməsi. Çünki mənim təcrübəmdə başqa şeylər var hakimlə bağlı. Azərbaycanda başqa təcrübələr var. Ona görə onlar travmadır. Bunlarsa başqa bir şeydir. Adamı kövrəldir. Mən çox istəyirəm, çox arzu edirəm ki, Azərbaycan hakimləri insanların bildiyin eləsə də insanların durumuna yanmaqların göstərsinlər, hiss elətdirsinlər insanlara ki, sən dəyərlisən. Yəni sən bir fərd kimi bu dövlətə yararlı, dəyərlisən. Mən bunu çox istəyirəm ki, bütün hakimlər qarşısına gələn istər günahkar, istər günahsız olan olsun, fərqi yoxdur. Hər insanın insanlıq haqqı var. Günahkarla da sən günahkardır deyə hökmən onunla hər yerdə it kimi rəftar eləmək olmaz. Günahkar belə, çünki bizim dinimiz belə bunu deyir ki, günahkar belə mərhəmətlə cəzalandırılmalıdır. Yəni onun belə deyim də əsir götürəndə belə günahkarları onları rəhimlə cəzalandırırlar. Rəhimsiz cəzalandırmırlar. Ona görə çox arzu eləyərdim ki, Azərbaycanda da insanlara günahı olsa belə onlara rəhm edərək cəzalandırsınlar ki, insanlarda bu rəhm eləmək duyğusu insanlarda başqa duyğulara yol aça bilər və insanlar həqiqətən peşman ola bilər gördüyü əməldən. Bu qədər. Burada videonu sonlandırıram, çünki bu çox böyük bir örnək olacaq. Bu bir il çəkəcək və sizin buna bir illik bir səbriniz çatmaz. Amma bir ildən sonra yəqin ki, bu haqda məhkəmə yekunlaşanda, indi bir il çəkər, nə qədər çəkər bilmirəm. Amma bu haqda məhkəmə yekunlaşandan sonra sizə məlumat verərəm. Hələlik təşəkkür edirəm ki, izlədiniz.